Bakı-Şamaxı avtomobil yolunda diqqət çəkən yol nəqliyyat hadisəsi baş verib. Hadisə sürücülər arasında qısa müddət ərzində ciddi narahatlığa səbəb olub. Məlumatlara görə qəza Şamaxı rayonunun Acıdərə adlanan ərazisində qeydə alınıb. İlkin ehtimallara əsasən ağır tonajlı yük avtomobili hərəkətdə olarkən sürücü idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun hərəkət hissəsini aşaraq ciddi maneə yaradıb. Hadisə yerinə operativ şəkildə müvafiq qurumların əməkdaşları cəlb olunub. Yol polisi və digər xidmət orqanları əraziyə gələrək vəziyyəti nəzarətə götürüblər və təhlükəsizlik tədbirləri həyata keçirilib. Sevindirici hal ondan ibarətdir ki, baş verən qəza zamanı xəsarət alan olmayıb. Lakin hadisə səbəbindən Bakı-Şamaxı istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb. Sürücülər bir müddət alternativ yollar və ya məhdud hərəkət şəraiti ilə üzləşiblər. Qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir. Mütəxəssislər bildirirlər ki, belə halların qarşısını almaq üçün sürücülər xüsusilə dağlıq və riskli ərazilərdə daha diqqətli olmalı, sürət həddinə riayət etməli və yol şəraitini nəzərə almalıdırlar. Bu məlumata görə artıq yol tam şəkildə nəqliyyat vasitələrinin istifadəsinə verilib və hərəkət bərpa olunub. Hazırda ərazidə vəziyyət stabildir. Bu kimi hadisələr bir daha göstərir ki, yollarda təhlükəsizlik qaydalarına əməl etmək hər bir sürücünün əsas məsuliyyətidir. Xətinizi buraya daxil edin.